Salam dostlar, herkese selamlar. Geçen sıra dedim size ne böyle video çekeyim. Deməli, səbətin putla idarə olunması. Demək, buradakı knopkalar çoğucuklar nə işə yarayır? Bu mühərriki işə salmaq üçündür, xodlayıb söndürmək üçün. Bu RPM oborotu artırıb azaltmaq üçün. Beləliklə, strellanın sürətini artırıb azaltmaq üçün. Bu strellanın ilbiz rejimində, bir də doğuşan rejimində işlətmək üçündür. Məsələn, hal-hazırda bu rejimdədir. Bu rejimdə olanda strellanı sağa ya sola, sonra vılit verəndə, qabağa arxaya verəndə sürətində fərq eləyir. Onu da çəkib göstərəcəm. Bu nə üçündür? Bu belə deyək ki, yanacaq qurtaranda və yaxud da nə bilim statik xarab olanda, nəsə də yəni maşında nəsə problem olanda bir barmağınızda bunu basılı saxlayırsınız. Deyək ki, strellanı qaldırmışsınız, ustalar işləyir də yuxarıda. Buna AVRM rejim deyirlər. Qəza rejimində Azərbaycanca. Bir barmağınızda bunu basılı saxlayırsınız. Bundan da bayaqdır. Strellanı endirmək. Baxır, indi strellanın iş rejimində də, yəni fasadda deyək ki, hardasa işləyəndə necə dayanılması var. Yəni sırf bunu bir dəfə işlətmək olur. Yəni bununla yəni saatlarla oturub işlədəsən yox. Onun üçündür. Bu karzinkanı səbəti qabağa, arxaya hərəkət elətdirmək üçündür. Belə. Sonra bu karzinkanı 360 dərəcə fırladan, üstündə şəkil görürsünüz yəqin ki, 360 dərəcə fırlatmaq üçün. Bu kuruku fırlatmaq üçündür. Sağa sola fırlatmaq üçün. Bu strellanı yəni arxaya, irəli arxaya yığmaq üçün. Bu da ki, heç də strellanı qaldırıb endirmək üçündür. Bu heç AVRM rejimdir, çox işlənmir. Bu siqnaldır. Belə. Əssalam. Bu da bizim ekran. Ekranda bu bizim Urbin'dir. Gördüğünüz kimi. Belə deyim, çalışmaq lazımdır ki, bu Urbin üst-üstə düşsün. Bu iki qırmızı damcı belə deyək də üst-üstə düşsün. Onda yəni Urbin'də olur. Bu məsələn balaca, hər hansı ikisindən biri. Bu balaca centrdən çıxanda onda məsələn siz işlədəndə hər hansı bir ayaq qalxa bilər daha doğrusu. O moment nə edir? Səbət özü sizə xəbərdarlıq edir ki, yəni Urbin düz deyil. Sonra bu bizim hündürlükdür, yerdən olan hündürlük. Hal-hazırda strellanın yerdən bura qədər olan hündürlüyü 10,4 metrdir. 10,4 metrdir. Burada göstərə bilərəm sizə.
Təxmini belə. Başqa nə qaldı? Deyləsi. Başqa nə qaldı deyləsi? Stellanda çıxma metrajı 9,9 metrdir. Yəni başda 10 metrdir. 10 metr yarıcıya vücut vermişik, çıxıbdır. 32 dərəcə bizim bucaqdır. Stellanın açılma bucağıdır. Sonra burada məsələn nə var? Başqa nə qaldı deyləsi? Başqa nə qaldı? Bu küləyin sürətidir. Küləyin sürətidir. Yəni külək yoxdur, o da 0 göstərir. Bu bugünkü oyun tarixi. Saat bir dənə səhvdir. Saatı da 4 saat çıxanda, 20-dən 4 çıxanda qalır nə qədər? Məsələn 16. 7 dəqiqədə işləyir, belə deyək. O da səhvdir. Hardasa saat, deyim də necədir. Saat 5-ə işləyib, hardasa 15 dəqiqə. Belə mən hesablayıram. Yəni saata yanında olmayanda baxa bilməyəndə. Bu bizim bateriyanı göstərir. Bu setimizdir. Belə sadə. Bateriyakamızda burada 2 dənə bateriyası olur. Özünün əlavə zaryadka qoyma aparatı var. Ona zaryadka qoyulur. Zaryadka qoyulur. Bir də bunun radiyası 18 metrdir. Harcası 18-19. 18-i keçən kimi başlayır xəbərdarlıq eləməyə. Mən elə başa düşürəm də yəni. Çünki sırnağı çox uzatmaq olmur. Yana vücut verəndə yandan söhbət gedir. Yuxarıya yox. Yuxarıya uğrun düzdürsə nə qədər vücut versən də gedəcəkdir. Başqa sual olan varsa kommentariyalarda yaza bilərlər. Nə lazımdırsa cavablandıra bilərəm. İnşallah növbəti videoda da necə işlədiyini sizə göstərəcəm. Növbəti videoda kabinkadan necə işlətməkdə olduğunu göstərəcəm. Sağ olun, özdən mübarək olun.